2018-ci ildə. Baş beyin anevrizması qaldı. Kanserlardan əməliyyat oldum. Neçə qaldım, komada oldum. Heç kim ümidi yox idi da, evin ailəsi, mən onun özündə deyildim, bilmirdim. Səni 2018-də əməliyyat elədi. Əməliyyat elədi. Doktor məni 2 dəfə həyata qaytardı. Allah ona can sağlığı versin, uzun ömür versin. Mənim üçün nə qədər xəstələr həyata qaytarıbdır. Bundan da sonra nə qədər xəstələrə lazımdır hələ. Allah həkimimizi, doktorumuzu Allah qorusun, Rauf doktordan söhbət gedir. Mən ona minnətdaram, təşəkkür edirəm. Elə bir vəziyyətdə gəldim ki, mən yəni komada, neçə ildə komada qalmışdım. Heç kimin ümidi yox idi da. İstəmirdilər ki, deyirlər ki, yolda zata Sərdar rayonundan gəlmişəm. Yəni elə rahat evində əlini uzatsın da ölsün. Yəni bura gəldim, nə bilim, göydə Allah yerdən Rauf doktor şəfalı əllərindən məni həyata qaytardı. Neçə dənə xəstə gəlib maraqlanıb, neçə dənə bizim öz rayonumuzdan, bizi tanıyan qohumlardan, başqa rayonlardan da xəstə göndərmişik. Yəni onlar hamısı da yaxşı olublar Rauf doktorun sayəsində, əllərinin sayəsində, şəfalı əllərinin sayəsində. Onun həmişə duacısıyıq. Nə qədər ömrümüz var, onun duacısı olacaq inşallah. Allah ona uzun ömür, can sağlığı versin.